Sistem tənliklərdə məsələlər mövzusunda deməli birinci sual necədir? 2 müsbət ədədin fərqi 8-ə bərabərdir. Deməli x çıxılsın y bərabərdir 8. Hasili də 65-ə bərabərdir. X, y bərabərdir 65. Və bu ədədlərdən kiçik olanın tapılmasını istəyir. Əgər bu qapalı testdə düşmüşdürsə, onda variantları yerinə qoymaqla da, yəni qiyməti tapmaq olar və yaxud belə də fikirləşə bilərik. Hansı iki ədədi bir-biri ilə çıxsaq 8, vursaq 65 eləyir. Onda qiymət olaraq əsas da burada 2 müsbət ədəd dediyinə görə qiymət olaraq tapa bilirik ki, x-in yerinə 13, y-in yerində 5 durubdur. Sadəcə olaraq bunlar açıq sualla düşmüşdürsə, yəni ətraflı həlli tələb olunan misallara düşmüşdürsə, onda burada nəyə getmək lazımdır? Bilirik ki, sistem tənlikdə əgər vurma varsa, deməli əvəz etmə üsulu lazımdır. Burada x-i digər dəyişənlə ifadə edək. X bərabərdir y plus 8 və ifadə elədiyimiz bu qiyməti aparıb burada yerinə yazaq. Y vurulsun, x yerinə artıq nə yazırıq? Y plus 8 bərabərdir 65. Bunu vurub açaq. Y-in kvadratı üstə gəl 8y, 65-də keçirdək bu tərəfə. Minus 65 bərabərdir 0. Viet teoreminə görə cəmi -8, hasili də -65 eləyən ədədləri axtarır. Deməli, toplayanda -8, vuranda -65 istəyir bizdən. Y burada bərabər olacaq. Deməli, toplayanda -8, vuranda -65 eləyirsə, y bərabərdir ya -13-ə, ya da bərabərdir müsbət 5-ə. Burada yenə nəyi nəzərə alırıq? 2 dənə müsbət ədəd dediyinə görə y-in mənfi olan qiymətini götürürük. Keçək x-in tapılmasına. X nəyə bərabər idi? Y-dən 8 vahid böyük idi. Y-i də 5 tapmışıq. 5-dən 8 vahid böyük eləyən ədəd bərabər olacaq 13-ə. Dördüncü suala. Deməli, dördüncü sualda nə deyir? Deyir, Nahid ilə Aysunun birlikdə 300 manat pulu var. Bunu adlarına baş hərfi ilə işarələsək, yəni daha rahat tapa bilərik. Nahid ilə Aysunun birlikdə 300 manat pulu var idi. N plus A bərabərdir 300. Nahid pulunun yarısını Aysuya versə, bu zaman Aysunun pulu Nahidin pulundan 2 dəfə çox olar. Yəni zaman dəyişikliyinə gedirsə söhbət, Nahidin sonrakı pulu, daha doğrusu Aysunun sonrakı pulu Nahidin sonrakı pulundan artıq 2 dəfə çox olacaqdır. İndi gedək burada gedən dəyişikliklərə. Nahid pulunun yarısını Aysuya verdi. Yəni özündə nə qədər qaldı? Özünün yarısını verdisə, qaldı özündə N-in yarısı. Bu, Nahidin hal-hazırda əlində qalan puldur. Keçək ki, Aysuya. Aysunun əlində var idi A qədər pul və buna Nahid də öz pulunun yarısını vermişdi. 2də 1-ini də bura vermişdi. İndi hazırki vəziyyətə baxaq. Deməli, Nihadın əlində qalıbdı əlindəki pulun yarısı. Arzunun əlində isə olubdu öz pulu, üstə gəl də Nihadın verdiyi yarımçıq pul. Və bunlarla bağlı da necə bərabərlik verir? Deyir, hal-hazırda Aysunun əlində olan məbləğ Nihadın əlində olan məbləğdən düz 2 dəfə çoxdur. Yəni bunu tənlik kimi həll etmək lazımdır. Burada ikilər bir-birlərini aparır. Nə qalır deməli geriyə? N bərabərdir A üstə gəlinsin 2də 1 N. Burada bu n-i göndərək, 2də 1 n-i göndərək bu birisinin yanına. N çıx 2də 1 n bərabərdir A-ya. N də 1 deməkdir, düzdürmü? 1-dən 2də 1-ini çıxanda nə qalır geriyə yenə? 2də 1 n qalırlar. Çarpaz vursaq, n nəyə bərabər olacaqdır? Baxın, burada 2-ni A-ya çarpaz vururam. N bərabər olur da, düzdürmü? 2A-ya. Gedək bunu harda yerinə qoyaq? Burada bizə bərabərlik verilmişdi ki, n ilə A-nın cəmi 300-ə bərabərdir. N gördüyümüz yerə yenidən 2A yazırıq. 2A üstə gəlsin 1A bərabərdir 300. Düzdürmü? O da eləyir 3A. 3A bərabərdir 300-ə. Aysunun deməli əlində nə qədər pulu var idi? 300-ü 3-ə bölürəm, 100 manat eləyir. İndi bu səndən nəyə soruşur? Nahidin neçə manat pulu var? Burada versə deyirdi. Yəni dəqiq verildiyini nəzərdə tutmayıbdı ki, demir ki, verdi. Nahidin hal-hazırda əlində nə qədər pulu var idi? Aysunun nə qədər pulu var idi? 100. Nihad bundan neçə dəfə çox idi bayaq demişdilər bizə. Yəni qiymət olaraq nə tapmışdıq? 100-ü 2-yə vururuq, eləyir 200. Və yaxud da ki, burada yenə vermişdik ki, bayaq Nihadla Aysunun cəmi neçəyə bərabər idi? 300-ə bərabər idi demişdik, düzdürmü? 300-dən yenə 100-ü çıxsaq, Nihadın əlində olan pulu yenə tapacaqdı ki, 200 manata bərabər idi. 5-ci sualda deyir ki, katerin çayın axını istiqamətində sürəti 16-dır. Gəlin burada biz kateri verək x ilə, çayı da işarə eləyək ki, y ilə və yaradaq sistem tənlik. Deməli, əgər kater çayın axını ilə getsə, x plus y bərabər olar 16-ya. Kater axına qarşı getsə, x minus y bərabərdir 10-a.
Yaranda belə bir sistem tənlik. Tənlikləri bir-biri ilə toplayaq. 2x bərabərdir. Y-lər gedir 26. X də bərabər olurlar nəyə? 13. Amma misal bizdən nəyi soruşurdu? Çayın axma sürətini. 13-ün qiymətini, yəni x-in qiymətini aparıb tənliklərdən birində yerinə yazaq. 13 plus y bərabərdir 16. Deməli çayın sürəti bərabər imiş 3-ə. 7-ci sual əslində sadə sualdır. Deyir ki, 96 metr uzunluğundakı parça elə ölçülərdə bölünür ki, onlardan biri digərindən 2 dəfə qısa olur. Deməli, bunlardan birinə 1x desəm, digər də nəyə bərabər olacaqdır? 2x. Deməli, 3x bərabərdir 96-ya. 96-nı da 3-ə bölürük, eləyir 32. O bizdən kiçik hissəni soruşmuşdu. Əgər ki, böyük hissəni də sorsaydılar, 32-ni vurardıq 2-yə, bərabər olardılar 64-ə. Deməli, cavab 32 A variantı olacaq. 8-ci sualda deyir ki, mağazaya 3 yeşik armud və 4 yeşik alma gətirilibdir. Biz deməli, armudun yeşiklərinin sayını x ilə işarələyək. Armud yeşiyinin sayı. Və alma yeşiyinin sayını isə yeşiyinin sayında işarələyək y ilə. Deməli, 3 yeşik armud gətirilibdir. Hərəsində x qədər alma var, armud var. 4 yeşik də alma gətirilib və hər birində y kiloqram, daha doğrusu y sentner alma vardır. Və bunların birgə cəmini neçə verir misal bizə? Deyir ki, bütün yükün çəkisi 17 sentnerdir. İndi gələk nəyə? 1 yeşik armudun çəkisi 1 yeşik almanın çəkisindən 1 sentner çoxdur. Yəni armud almadan 1 yeşik çoxdur. X çıxılsın y bərabərdir 1-ə. Belə bir sistem tənliyi yarandı. Deməli, aşağı tənliyi 3-ə vuraq. Yuxarını olduğu kimi saxlayaq. 3x plus 4y bərabərdir 17. Aşağını 3-ə vururduq. 3y bərabərdir 3. İndi x-ların əmsalları eyni ədədlər alındı. Bu tənlikləri bir-birlərindən çıxaq. 3x-dan 3x çıxdıqda getdi. 4y çıxılsın -3. 4 çıx -3, 4 üstə gəl 3 eləyir. Yəni 7y bərabərdir. 17-dən də 3 çıxdıqda qalır geriyə 14. Y bərabər olur neçəyə? 2-yə. Və o bizdən bir yeşik almanın çəkisini soruşurdu. Yəni y-in qiymətini soruşurdu. Y-in qiyməti də elə 2-yə bərabər olacaq. 9-cu sualda deməli deyir ki, bir top parçanın qiyməti 35 manatdır. Biz əvvəlcə ona qərar verək ki, deməli biz bir top parçada nə qədər parça olduğunu, neçə metr parça olduğunu bilmirik. Onda biz parçanın uzunluğunu işarə eləyək x ilə. Gələk nəyə? Metrəsinin qiymətinə, yəni bir topun qiymətini də işarə eləyək y ilə. Deyir ki, bir top parçanın qiyməti 35 manatdır. Yəni x metr parça vurulsun hər biri y manatdan bərabərdir 35-ə. Keçək nəyə? Deyir ki, əgər biz parçanın uzunluğunu 4 metr artırsaq, yəni x plus 4 eləsək, qiymətini də 1 manat ucuzlaşdırsaq, y-ni 1 vahid azalsaq, ümumi qiymət dəyişməz. Yəni yenə nəyə bərabər olar? 35-ə. Vurub açaq bu ifadəni. X plus 4-ü y minus 1-ə vuraq. X, y, x-i -1-ə vururam, -x, 4-ü y-ə vururam. Üstə gəl 4y, 4-ü vururam -1-ə, çıxılsın 4. Bərabərdir nəyə? 35-ə. X, y-in qiyməti elə neçə idi? 35. Bu 35 ilə bu 35 bir-birlərini aparır. Nə qalır geriyə? Dən qərarlaşdıraq. Deməli, qalır geriyə 4y, əvvəlcə müsbəti yazaq, çıxılsın x nəyə bərabərdir deməli buradan? -4-ə. Burada dəyişənlərdən birini gəlin digəri ilə ifadə edək. Məsəl üçün, -x ilə bu ikisinin yerini dəyişək. X bərabərdir 4y plus 4. Alındımı? X-in biri, x daha doğrusu y ilə ifadə olundu. İndi bunu aparıb harda yerinə yazırıq? X, y hasilini 35 vermişdi. Burada aparıb yerinə yazırıq. X kimi saxlayırıq. Daha doğrusu x, y olduğu kimi saxlayırıq. X gördüyümüz yerə də 4y plus 4 bərabərdir 35. İndi gəlin bunları vurub açaq. 4y-in kvadratı plus 4y, 35-i də göndərək bu tərəfə bərabərdir 0. Keçək diskriminantına. Deməli, bu çevrilməmiş kvadrat tənlikdir deyə. Yəni, v-i tətbiq eləmək olmayacaq. Diskriminanta gedək. Diskriminant nə demişdi? B-nin kvadratı, yəni 16 çıx 4ac. A-sı bərabərdir 4-ə, C-si də bərabərdir neçəyə? -35-ə. İndi bunları vuraq, deməli, 35-i 4-ə vurduq, elədi 140. 140-ı da 4-ə vurduq, 560 elədi. 16 üstə gəl 560 bərabərdir 576.
ki bu da 24-ün kvadratıdır. İstifadə eləyəcəyik. Gedək y1-ə. Y1 bərabərdir. -4 üstəgəl diskriminantdakı 576-nın kökü, yəni 24 bölünsün 2a. A-sı da neçəyə bərabər idi bunun? 4-ə. Deməli 24-dən 4 çıxdıq, qaldı geriyə 20. 20-ni də böldük deməli neçəyə? 8-ə. Bu da 4-ə ixtisar gedir. 5 bölünsün 2. Bu da neçə eləyirdi deməli? 2,5. O bizdən nəyi soruşmuşdu? Topdakı parçanın neçə metr olduğunu. Biz amma Y-i tapdıq. Daha doğrusu gəlin əvvəlcə Y-in ikincisinə də baxaq. Y-in ikincisi nəyə bərabərdir? Bu dəfə -4 çıxılsın 24 bölünsün 2 vurulsun, daha doğrusu 4. 2-ni 4-ə vururuq eləyir 8. Burada eləyir -28. Buranı heç sadələşdirməyə ehtiyac yoxdur. Niyə? Çünki parçanın uzunluğu və yaxud da ki qiyməti mənfi ədəd ola bilməz. Onda Y-in qiymətini neçə qəbul edirik biz? 2,5. Gedək X-in tapılmasına. Çünki o bizdən parça soruşmuşdu. XY hasili neçəyə bərabər idi? Demişdik ki 35-ə bərabərdir. Y-in yerinə yazırıq 2,5. 35 bölünsün, deməli x də bərabər olur neçəyə? 35 bölünsün 2,5-ə. Bunun da qiyməti bərabər olacaqdır 14-ə. 10-cu sualda deməli verilibdir ki, düzbucaqlı şəklində olan əkin yerinin sahəsi düzbucaqlı şəklində çəkdik ki, A ilə B ilə işarələdik. Deməli, A vurulsun B bərabərdir neçəyə? 2400-ə. Daha sonra nə verildi? Deyir ki, bunun uzunluğu isə bərabərdir 200 metrəyə. 2 vurulsun A plus B isə bərabərdir 200 metrəyə. Burada bu tənlikdə A plus B-ni, yəni bu tənliyin solunu da sağını da 2-yə ixtisar eləyək. Qalır geriyə nə? A plus B bərabərdir 100. AB hasili də nəyə bərabər idi? 2400-ə. İndi yarandı belə bir sistem tənlik. Əslində variantları yerinə qoymaqla da tapa bilərik ki, toplayanda 100, vuranda 2400 eləyən ədədlər hansılardılar? 90 ilə 60-a bərabərdir. Sadəcə olaraq açıq suala düşər deyə əvəz etmə üsuluna gedək. Niyə? Çünki sistemin içərisində vurma var. A yerinə yazırıq 100 minus B. Və bu əvəz etdiyimiz qiyməti aparıb aşağıda yerinə yazırıq. A vur B yerində, yəni B vurulsun. A-nın yerinə nə yazacaq? 100 minus B bərabərdir nəyə? 2400-ə. Vurub açaq. 100B çıx B kvadratı bərabərdir 2400. B-nin kvadratının qabağındakı işarə müsbət olsun deyə, gəlin burada gördüyümüz bütün elementləri göndərək sağ tərəfə. Nə eləyir? Olur müsbət B kvadratı. Çıxılsın 100B. 2400 yerində qalıb da axı, düzdürmü? İşarəsini dəyişməyirdi. Bərabərdir 0. Niyyətə görə deyə bilərik ki, toplayanda 100, vuranda 2400 eləyən ədədlər hansılardılar? Ya bu 40-dır, ya da 60-a bərabərdir. İndi aparıb yerinə yazaq. A-nı 40 qəbul eləsəm, daha doğrusu B-ni 40 qəbul eləsək, 2400-ü 40-a böləndə verir bizə 60. Və yaxud da ki, B-ni 60 qəbul eləsək, yenə A-nın qiyməti bu dəfə nəyə bərabər olacaqlar? 40-a. 12-ci sualda deyir ki, həyətdə toyuqlar və dovşanlar var. Bunların başlarının cəmi bərabərdir 35-ə. Toyuqları T ilə, dovşanları da D ilə işarələdik. Bərabərdir 35-ə. İndi nə deyir? Bunların başlarının sayı 35 yazdıq. Gələk ayaqlarına. Ayaqlarında biz bilirik ki, toyuğun 2 ayağı var, amma dovşanda isə 4 ayaq var. Bərabərdir 94-ə. Yarandı mı belə bir sistem tənlik? Burada adətən biz getmişik ki, hansısa bir elementi vuraq. Vurmadansa, baxın uşaqlar, aşağıdakı bütün elementlər cütdülər. Yəni onları 2-yə ixtisar eləyə bilərik. 2-yə bölə bilərik. 2-yə böldüm. Bərabər oldu neçəyə? 47. İndi yuxarıdakı misalı bura köçürək. Olduğu kimi köçürtdük. Yarandı, yəni daha doğrusu dəyişdirilmiş formada belə bir sistem yarandı. İndi T-lərin əmsalları eynidirlər axı. Eyni olanda biz demişdik ki, sistemlər bir-birindən çıxılır. T-dən T çıxdım. 2D-dən 1D-yə çıxdım, qaldı geriyə D. 47-dən də 35 çıxdıq, verdi bizə neçə? 12. 14-cü sualda deyir ki, motorlu qayıq iki məntəqə arasındakı məsafəni çayın axını ilə 8 saata gedir. Gəlin əvvəlcə bunların sürətlərini götürək. Deməli, əvvəlcə çayın axını ilə getmişdi. Qayığın öz sürətini işarə eləyək x ilə, çayın da axın sürətini işarə eləyək y ilə. Onda əvvəlcə axın ilə getmişdi. X plus y. Axın ilə getdikdə, əgər həmin yolu 8 saata gedirsə, hər saata yolun nə qədərini gedirdi? 8-dən birini. Axına qarşı gedirsə, x minus y. 12 saata getmişdisə, deməli,
1 saata getdiyi yolun miqdarı 12-də 1-ə bərabərdir. İndi alınır bizdə belə bir sistem tənlik. Tənlikləri bir-biri ilə qarşı-qarşıya toplayaq. X üstə gəl x eləyir 2x. Mənfi y müsbət y aparır. 8-də 1 ilə 12-də 1-i toplamalıyıq. Deməli 8 ilə 12-nin ortaq məxrəci 24 eləyir. Buranı vururuq 3-ə, bu ifadəni də vururuq 2-yə. 3 burada, 2 burada. 3 üstə gəl 2 bərabərdir 5. İndi daha sonra hər tərəfdə, yəni burada 2x-in qiyməti bərabər olmuşdu da 5 bölünsün 24-ə. X-i tapmaq istəyiriksə 5 böl 24-ü 2-yə bölməliyik. Çünki burada 2-yə vurma var. Vurma o tərəfə bölmə kimi keçdi. Böləndə isə bilirik ki, tərsə vurmaya çevrilirdi. Onda 24-ü 2-yə vurarıq, x bərabər olar 48, buradan da 5-ə bərabər olacaqdır. İndi bu bizdən nəyi soruşur? Qayıq bu məsafəni durğun suda neçə saata gedərdi? Biz isə x olaraq tapmışıq ki, bunun surəti, yəni 1 saatda getdiyi yolun miqdarı kimi də fikirləşə bilərik. Nəyə bərabərdir? 48-də 5-ə. İndi o bizdən soruşursa ki, bu yolu neçə saata öz başına, yəni gedər? Durğun su dedikdə adətən qapalı su hövzələri nəzərdə tutulur. Yəni burada qayığın sırf öz surətini tapılmasını istəyir. Əgər hər saatda işin 48-də 5-ini görürdüsə, bu iş neçə saata görülər? Yəni işçi hovuz məsələlərindən də bilirik ki, zaman işin miqdarının tərsəsidir və yaxud da ki, gücün tərsəsi kimi götürə bilərik. Deməli 48-i 5-ə bölürük, verir bizə 9,6. 15-ci sualda deyir ki, qutu içində bir cüt ayaqqabı var. Bilirik ki, bir cüt deyəndə, yəni 2 tay ayaqqabını nəzərdə tutur. İndi gərək bunlara. Deməli verir ki, qutunun özü ilə ayaqqabıların ikisini də götürsək, yəni 2 tayını da götürsək, bunların kütlə cəmi bərabər olar 1920. Daha sonra nə deyir? Qutudan ayaqqabıların bir tayını çıxartdım. Geriyə nə qaldı? Qutunun özü və ayaqqabının bir tayı. Bunun da çəkisi neçəyə bərabərdir? 1120-yə. Yarandı belə bir sistem tənlik. İndi gəlin tənliklərdə bir-birlərindən çıxaq. Qutu çıx, qutu getdi. 2A-dan 1A çıxdıq, qaldı geriyə A. 1920-dən də 1120-ni çıxdıq. Verdi bizə neçə? Deməli 800. Ayaqqabının bir tayının qiyməti, daha doğrusu çəkisi nəyə bərabər imiş? 1120-yə. O bizdən amma soruşmuşdu ki, qutunun çəkisi, yəni Q-nın tapılmasını istəyirdi. Qutu bərabərdir 1120 çıx ayaqqabı. Ayaqqabının da qiymətini neçə tapmışdıq? 800. Bunları da bir-birindən çıxsaq, bərabər olar 320. 16-cı sualda isə uşaqlar verilibdir ki, otaqda 10 litrlik və 6 litrlik cəmi 17 ədəd qab var. Deməli, əvvəlcə nə edək ki, uşaqlar? 10 litrlik qabların sayını işarə eləyək ki, x-la. 6 litrlik qabların sayını isə işarə eləyək ki, y-lə. Belə daha rahat olacaq. Deməli, 10 litrlik qabların sayı ilə, yəni x ilə y-in birgə sayı bərabərdir 17-yə. İndi keçək nəyə? Bu deyir ki, bu qablar məhlullarla tam doludular və məhlulların hamısı birgə ümumi çəkisi 122 litrə bərabərdir. Deməli, 10-luq qab nə qədər tuturdu? 10 litr təbii ki, 10x. 6-lıq qabdakı 6y-dir. Yəni y-dən belə bir qab varsa, hər biri də tam doludursa buna bərabərdir. Və birgə cəmi neçəyə bərabərləşdirmişdi? 122-yə. Yarandı belə bir sistem tənlik. Nə eləyək? Yuxarıdakı misalda gördüyümüz bütün ədədləri 10-a vuraq. Deməli, eləyir 10x. 10y bərabərdir 170. Aşağını isə dəyişmək. 10x 6y 122. İndi gəlin sistemdə tənlikləri bir-birlərindən çıxaq. 10x-dan 10x çıxdıq. 10y-dən 6y çıxırıq, qalır geriyə 4y. 170-dən də 122-sini çıxdıqda qalır geriyə 48. İndi 48-i bölürəm 4-ə, y bərabər olur neçəyə? 12-yə. O bizdən nəyi soruşmuşdu uşaqlar? Otaqda neçə dənə 6 litrlik qab var? Yəni 6 litrlik qabların sayını. Bunda biz nə ilə işarələmişdik? Y-lə. Deməli, y bərabər olacaq 12-yə. 17-ci sualda deyilir ki, uşaqlar, avtomobil parkında avtobus və taksilərdən ibarət 12 maşın var. Deməli, nə etmək lazımdır? Gəlin burada əvvəlcə avtobusların
sayını x-la işarə eləyək, taksilərin sayını da y-lə işarə eləyək və bunların birgə sayı nəyə bərabərdir? X plus y bərabərdir 12-yə. Daha sonra nə verilibdir? Deyir ki, avtobuslardan ötürü 6 təkər yeniləndi. Avtobusların 6 təkəri var, onlar yeniləndi. Və taksilərin də 4 təkəri yeniləndi. Deməli, x dənə avtobus varsa, bunların ümumi təkər sayı 6x olacaq. Y dənə taksi varsa, təkər sayı 4y-ə bərabər olacaq. Və cəmi nə qədər təkər yenilənibdir burada qeyd edir bizə? 62. Belə bir sistem tənlik yarandı. Gəlin yuxarıda gördüyümüz tənliyi 4-ə vuraq. Deməli, 6x üstə gəl 4y bərabərdir 62. İndi də yuxarıdakı tənliyi yazaq. 4-ə vuraq bütün elementlərini. 4x, 4y bərabərdir 48 və bunları bir-birlərindən çıxaq. 4y, 4y apardı. 6x-dan 4x çıxdı, qaldı geriyə 2x. 62-dən 48 çıxdı, qaldı geriyə 14. 14-ü 2-yə böldük, x bərabər oldu neçəyə? 7-yə. Deməli, avtobusların sayı x 7-yə bərabərdir. Gedək y-i də tapaq. X-la y-in cəmini bizə neçə vermişdi bunlar? 12-yə bərabərləşdirmişdi. X-i 7 tapmışıq. 7-nin üstünə nə gəlsək 12 eləyər. Y də bərabərdir 5-ə. Deməli, burada hal-hazırda dayanacaqda, deməli, 7 dənə avtobus və 5 dənə də taksi var. İndi bizdən nə istəyir bu? Deyir ki, avtomobil parkında şinlərə cəmi neçə manat pul xərcləndi? Yəni, x-i y-i tapmaqla misal yekunlaşmır. Burada axırına qədər getmək lazımdır. Deməli, 7 dənə avtobus var idi. Hər birinin 6 təkəri var idi və hər bir təkər, baxın burada da qeyd olunubdur, hər təkərin biri 180 manat idi. Daha sonra keçək nəyə? Taksilərə. 5 dənə taksi var. Hər birinin təkər sayı 4 dənədir və hər birini də satırdılar bunlar 80 manatdan. Və biz bunların ümumi sayını toplayacağıq. Yəni 7-ni 6-ya vuracaq, 42 edir. 42-ni 180-ə vuracaq. Daha sonra da 5 vur 4-üm 20, 20-ni də 80-ə vurub qiymətlərini toplayacaq. Deməli, bunların yekun cəmi bərabər olacaq 10.200-ə, yəni A variantına. 18-ci sualda nə verilibdir uşaqlar bizə? Deyir ki, A və B komandaları getməyi planlaşdırdıqları müxtəlif uzunluqlarda yollar var. Birinci gün cədvəl formasında da qura bilərik uşaqlar. A komandası burada B komandası kimi yazaq və bunların birinci günkü getdiyi yol olsun. Birinci gün nə ediblər bunlar? Birinci gün uyğun olaraq A öz yolunun 30%-ni, B isə öz yolunun 40%-ni gedibdir. Düzdürmü? Keçək ikinci günə. İkinci gündə nə ediblər? İkinci gün isə uyğun olaraq qalan yollarını, bax burada diqqət eləməli olduğumuz məqam qalan yoldur. Qalan yolunun 10% və digəri də 30%-ni gedibdir. İndi keçək nəyə? A əgər 30%-ni getmişdisə, qalan yolu neçə idi? 70%. 70%-də hal-hazırda neçə faizini gedibdir? 10%-ni. Faizlərdən biri 100-ə bölmək şəklindədir və bunları ixtisar edəcək. Yəni sıfırları ixtisar edəcək. Verəcək bizə 7%. Keçək ikinciyə, B-yə daha doğrusu. B deyir ki, yolumun 40%-ni getmişəm. Deməli, qalıbdır yolumun 60%. İkinci gün nə etmişəm? Həmin o qalan yolumun 30%-ni getmişəm. 60%-in 30%. Bu normalda uşaqlar 60-ın 30%-ni tapmaq kimi bir şeydir. Yəni eyni qayda ilə tapılırlar. 18%-ni də B ikinci gün ərzində gedibdir. İndi keçək nələrə? Yəni ilk cümləni qurduq. A komandasının birinci gün getdiyi yol B komandasının birinci gün getdiyi yoldan 3 dəfə çoxdur. A birinci gün öz yolunun nə qədərini getmişdi? Məsəl üçün, A-nın yolunu elə balaca ayla işarə eləsək. A getmişdi öz yolunun %30-unu, B isə getmişdi öz yolunun %40-ını. Və bu bərabərliyi nəyə qoyuruq? Deməli, A komandasının birinci gün getdiyi yol, bu yoldan 3 dəfə çoxdur. Yəni 3 mislidir. Onda nə etmək olar uşaqlar? Baxın, yüzlər bir-birini ixtisar elədi. Tənasübdülər axı. 0 0-ı ixtisar elədi. 3 də 3-ü apardı. Nə qaldı burada? A bərabərdir nəyə uşaqlar? 4B-yə. Bu əvəz etmənin, yəni ifadə olunmuş qiyməti misalın ardında istifadə eləyəcək. İndi bizdən nə soruşur? Baxın, bu yolu oxuduq deməli. A-nın birinci gün getdiyi yol, B-nin birinci gün getdiyi yoldan 3 dəfə çoxdur. Onlar sayı qədər gəldi. Keçək cümlənin ardına. A-nın gedilməyən yolu. Gəlin A-nın gedilməyən yolunu tapaq. Gedilməyən yolları məsəl üçün ştrixlə də verə bilərik. A ştrix şəklində göstərək. A birinci gün nə qədərin getmişdi? 30, sonra da getmişdi 7-sin. Elədi 37%. Bəs nə qədəri qaldı?
37%-in gedibdirsə, qalıbdır geriyə 63%. Yəni A-nın gedilməyən yolu 63%-nə bərabərdir. Keçək B-yə. B-nin gedilməyən yolu 40% burdan getmişdi, 18% də ikinci gün getmişdi. Eləmişdi 58%. Deməli gedilməyən yolu nəyə bərabər idilər? 42%-ə. İndi bizdən nə soruşur? A-nın gedilməyəni, baxın B-nin də ştrixini işarə eləyək. Deməli 42% kimi götürə bilərik. A-nın gedilməyən yolu A-nın, yəni %63-ü, 63%. Bizdən soruşur ki, B-nin gedilməyən yolda nəyə bərabər idi? B-nin 42%-nə. Və bunun buna neçə faizi olduğunu soruşur. Yəni faiz nisbətini soruşur. Baxın, bu A-nın gedilməyən yoludur, bu da B-nin gedilməyən yoludur. Və bunların normal nisbəti yox. Yəni bu formada qalsaq normal nisbət istəyərdi. O bizdən faiz nisbəti soruşur. Baxaq nə etmək olar? Baxın uşaqlar burada. 63 ilə 42 21-ə ixtisar gedir. Burada qalır 2, burada qalır 3. 2 ilə də 100-ü ixtisar elədik. Qaldı geriyə 50. İndi 3-ü 50-yə vururam, yuxarıda eləyir 150%. A, aşağıda da qalmışdı nə? B. İndi A gördüyümüz yerə də nə yazmaq lazımdır uşaqlar? 4B. Yazırıq 150, 4B, burada da B. B-lər ixtisar getdi, 150 vurulsun 4 elədi. Yəni cavab neçəyə bərabər olacaqdır? 600%-ə. 19-cu sualda uşaqlar deyir ki, 10 qəpiklik pullar var, hər birinin çəkisi 2,5 qramdır. 50 qəpiklər var, 50 qəpiyin də hər birinin çəkisi 5,5 qramdır. Deməli, bunlar nə ediblər uşaqlar? Əvvəlcə məlumatları verdi bizə hər biri ilə bağlı. 20 manat kağız pul var imiş. Bunu 10 qəpik və 50 qəpiklərə çeviriblərmiş. İndi belə yazaq uşaqlar. 20 manatı parçalayıblar 10 qəpikliklərə və 50 qəpikliklərə. Onluq qəpiyin sayını işarə eləyək x ilə. 50-lik qəpik sayını isə işarə eləyək y ilə. Deməli, onluq qəpiklərin hər birinin maddi dəyəri, yəni bir dənəsinin dəyəri 10 qramdırsa, daha doğrusu 10 qəpikdirsə, x sayda götürsəm nə qədər pul yaranacaq? Onda 10x. Eyni məntiqlə 50 qəpikliklər götürmüşəm, hər birinin maddi dəyəri 50-dir. Sayı isə y-ə bərabər idi. İndi onluqlar və 50-liklər birləşib yaratmışdılar 20 manat pul. Burada qəpiklərdən getdiyinə görə manatı da qəpiyə çevirmək lazımdır. Ona görə də 100-ə vururuq. Bu bizim sistemimizin birinci tənliyi. Deməli, nə elədik? Onluq qəpiklərdən x saydaydı. Hamısının birgə maddi dəyəri 10x-dir. Eyni məntiqlə 50 qəpiklərin sayı y idi. Hər birinin maddi dəyəri, yəni birgə maddi dəyəri 50 oldu və onluqlarla 50-likləri birləşdirəndə 20 manat yaratmışdılar bunlar. Manatı da qəpiyə çevirməkdən ötürü 100-ə vurduq, yəni 2000-ə bərabərləşdirdik. Keçək indi nəyə uşaqlar? Bunların 10 və 50 onların maddi dəyəri idi. Bir də bunların çəki dəyəri var. X dənə qəpik götürmüşdük, 10 qəpik, düzdürmü? Hər birinin çəkisi 2,5 qram idi. Y dənə də 50 qəpik götürmüşdüm. Bunların hər birinin çəkisi də 5,5 qram idi. Hansı ki, bunlar birləşəndə 20 manatı yaratmışlar. İndi keçək nəyə? Yekunda deyir ki, hamısı bir yerdə 290 qrama bərabər oldu. Yarandı mı belə bir sistem tənlik? Yuxarıda 10x-dir, aşağıda 2,5x-dir. Onda 10-la 2,5-i ortaqlaşdırmaqdan ötürü aşağıdakı tənliyin bütün elementlərini 2,5-i yəni ikinci tənliyin hər bir elementini 4-ə vurardıq. Vuraq, deməli, birinci tənliyi olduğu kimi yazırıq. 10x plus 50 y bərabərdir 2000. Aşağını 10-a vuraq. 10x üstə gəl, ona yox, daha doğrusu 4-ə vuraq. 10x üstə gəl 22y bərabərdir 1160. İndi bu tənliklər uşaqlar gəlin bir-birlərindən çıxaq. 10x-dan 10x çıxdıq, getdi. 50-dən 22 çıxanda qalır geriyə 28y. 2000-dən də 160 çıxardanda verir bizə 840. 840-ı 28-ə bölürəm, bərabər olacaqlar 30-a. Y-in qiymətini 30 tapdıq. O amma bizdən nə qədər 10 qəpik götürdüyünü soruşur. Yəni 10 qəpiyin sayını, qısaca x-in tapılmasını istəyir. Məsəl üçün y-i tapmışıq. Tənliklərdən hansı bizə rahatdırsa, məsəl üçün yuxarıdakı tənliyi götürək. 10x plus 50y bərabərdir 2000. Bu tənliyi götürək uşaqlar. Y-in qiymətini neçə tapmışdıq? 30. Aparıb yerinə yazıram. 10x üstə gəl 50 vur 30 bərabərdir 2000. 10x bərabərdir
50-ni 30-a vuranda eləyir 1500. 2000-dən də 1500-ün çıxdıqda qalır geriyə 500. 500-ü də 10-a bölürük. X bərabər olur 50-yə. Deməli, onluq qəpik sayı 50-yə bərabər olacaq. 20-ci sualda uşaqlar deyir ki, hər üç şəkildə də eyni düzgün üçbucaq, eynilikdə, yəni dairə ilə dairənin eyniliyini, kvadratın kvadrata, üçbucağın da üçbucağa eyniliyini nəzərdə tutur. Və düzgün deyirdi. Düzgün fiqur biz bilirik ki, nəyə deyirlər? Bütün tərəfləri və bütün bucaqları bir-birinə bərabər olan fiqurlardır. Deməli, bunlar üst-üstə qoyulublar və fiqurların hündürlükləri uyğun olaraq 18, 17 və 19-dur. Gəlin işarə eləyək. Deməli, dairə gördüyümüz yerə x deyək, kvadratı y ilə işarə eləyək. Kvadratı y ilə işarə eləyək, üçbucağı da z ilə. Dairə çıxdı qabağımıza, yenə bunun yerinə x deyək, üçbucaq çıxdı qabağımıza z deyək. Deməli, birinci fiqurun hündürlüyünü vermişdi 18, ikincisinin hündürlüyünü vermişdi 17, üçüncüsünü də vermişdi 19. İndi bunları sistem formasında yazaq. X plus 17 y bərabərdir 18-ə. Y plus z bərabərdir 17-yə. X plus z bərabərdir 19-a. Belə bir üçlü sistem yarandı. Bu sistemdə həll etməyin müxtəlif yolları var. Məsələn, mən bir yolunu qeyd edim sizin üçün. Bunların üçünü də bir yerdə toplayaq. Verir bizə 2x, 2y, 2z. Sağa keçək. 18, 17, 19-u toplayanda 54 eləyir. Hər tərəfi 2-yə bölək. X plus y plus z. 54-ün də yarısı neçəyə bərabər idi? 27-yə bərabər idi. İndi bu adam bizdən kimin tapılmasını istəyirdi? Çevrənin radiusunu. Gəlin əvvəlcə çevrənin burada, biz nə ilə işarələmişdik çevrənin? Diametrini işarələmişdik x ilə. Yəni fiqurun hündürlüyü dedikdə, əslində çevrənin diametri olan x-i nəzərdə tuturdu. Amma o bizdən radiusu nəzərdə tutduğuna görə x-i tapdıqdan sonra 2-yə mütləq bölməliyik. Gedək nə edirdik? Deməli, x, y, z bərabərdir 27. Amma bizə nə lazımdır? X. Onda uşaqlar, y plus z-in qiymətini götürürük. Y plus z neçəyə bərabər idi? 17-yə. X üstə gəl 17 bərabərdir 27. X-in qiymətini neçə tapırıq? 10. Bu bizə çevrənin diametrini verəcək. Radiusunu soruşurdusa, demişdik ki, diametri yarıya bölmək lazımdır. Onu yarıya bölürük, bərabər olur 5-ə. 21-ci sualda deyir ki, 140 yerlik tamaşa salonu var. Təmir edildikdən sonra müəyyən bir dəyişikliklər olunub. Biz bilirik ki, bu tamaşa salonlarında 140 yeri necə təşkil eləmək olar? Buradan da uşaqlar, əvvəlcə sıraların sayını, sıra sayını işarə eləyək x-la və hər sıradakı yer sayını isə işarə eləyək y-lə. Onda bu 140 yer nəyə bərabərdir uşaqlar? Sıranı, yəni burada yerləşən sıranı vurmaq lazımdır hər sıradakı yer sayına. Deməli, x-i y-ə vurduqda nəyə bərabər olacaqmış? 140-a. İndi görək nə kimi dəyişikliklər olunubdu burada. Sıraların sayını 4 vahid artırıblar. X-i 4 vahid artırıblar. Sıradakı yerlərin sayını isə 4 vahid azaldıblar. Y-i isə minus 4 eləyiblər. Nə kimi dəyişiklik oldu? Bu zaman deyir ki, yerlərin ümumi sayı dəyişmədi. Yəni, bayaq da 140-a bərabər idi, indi hal-hazırda da 140-a bərabərdir. Belə bir sistem tənlik yarandı burada, düzdürmü? Götürək aşağıdakı tənliyi vurub açaq. X-i y-ə vururam. X, y. X-i mənfi 4-ə vururam. 4-ü y-ə vururam və 4-ü mənfi 4-ə vururam. Bərabərdir 16. Burada verir bizə neçə? 140. X, y-in qiyməti bayaq neçə yazılmışdı burada? 140. 140. Üstə gəl 4y. Çıxılsın 4x. Çıxılsın 16. Bərabərdir 140. Burada 140-lar bir-birini islah eləyir. 4y. Mənfi 4x ataq o tərəfə. Müsbət 4x. Mənfi 16-nı da göndərək sağ tərəfə, müsbət 16. Və burada görürük ki, bütün elementləri 4-ə bölmək olar. Y bərabər olur nəyə? X plus 4-ə. Artıq biz dəyişənlərdən birini digərli ifadə etmişik. Və bu ifadə olunmuş qiyməti hara yazmaq lazımdır? Vurmalı ifadəyə. X, y bərabər idi 140-a, düzdürmü? Burada x-i olduğu kimi saxlayırıq. Y gördüyümüz yerə isə nə yazırıq? X plus 4. Bərabərdir neçəyə? 140-a. İndi vurub bu ifadəni açaq. X-i x-a vururam, eləyir x-in kvadratı. X-i 4-ə vururam, verir mənə 4x. Düzdürmü? Bir də burada 140 var idi. Orada 140 burada müsbət işarə ilə idi. Sol tərəfə göndərəndə isə mənfi 140-a bərabər olacaqdır. Bərabərləşdiririk bunu 0-a.
İndi Viet teoreminə görə x-in qiymətini tapaq. Köklər cəmi Vietə görə ortadakı ədədin əksi idi. Yəni neçəyə bərabərdir? -4-ə. Köklərin hasili də kənardakı elementə bərabərdir. Yəni neçəyə? -140-a. Fikirləşək. Deməli, toplayanda -4, vuranda 140. Daha doğrusu -140. Əgər vuranda mənfidirsə, deməli vuruqlardan biri müsbətdir, digəri də mənfidir. Deməli, toplayanda -4. 22-ci sualda nə verilibdir uşaqlar? Deyir ki, diaqramda A və B məhsullarının satış qiymətləri göstərilibdir. Deməli, A məhsuluna və B məhsuluna hər birindən, daha doğrusu cəmi formada 200 ədəd satılıbdır. Yəni A + B bərabərdir 200-ə. İndi nəyə baxaq? A məhsulunun sayını biz A ilə işarə elədik. B-ni də uyğun olaraq B hərfi ilə vermişdik. A məhsullarının hər birinin qiyməti 10 manatdır. Deməli 10 dənə A saydasını satdıqda 10 aya bərabərdir. B məhsulunun isə qiyməti 15 manata bərabərdir. Və bundan da B sayda satıldığına görə bərabər olublar neçəyə? 15B-yə. Və yekunda əldə edilən gəlir də nə qədərdir uşaqlar? 2600-ə bərabərdir. Onda nə eləmək lazımdır? Yuxarıda gördüyümüz tənliyi 10-a vuraq. Verir bizə nə? 10-a üstəgəl 10B bərabərdir 2000. Aşağı tənliyi də olduğu kimi saxlayaq. 10A üstəgəl 15B bərabərdir 2600. İndi yarandı yeni bir sistem və bu tənlikləri bir-birlərindən çıxaq. 10A-dan 10A-nı çıxdım, getdi. 10B-dən 15B-ni çıxanda verir -5. 2000-dən 2600 də çıxanda verir mənə -600. -600-ü -5-ə bölək. Verəcək bizə necə? 120. Biz B-dən satılan miqdarı tapdıq 120-yə. O isə bizdən A-nı soruşmuşdu. Amma sistemin əvvəlində nə göstərmişdik biz? A ilə B-nin birgə cəmi neçəyə bərabərdir? 200-ə. Onda B-nin yerinə yazırıq 120 və 200-dən daha sonra 120-ni çıxırıq. A-nın qiymətini alırıq ki, A 80-ə bərabərdir. 23-cü sualda deyir ki, bir otel var və burada 2 və 3 nəfərlik otaqlar var və bu otaqların birgə sayı 60 ədəddir. Ona belə verək uşaqlar. İkilik otağın sayını işarə eləyək x ilə. Üçlük otağın sayını isə işarə eləyək y ilə. Və bizə misal deyir ki, x ilə y-in, yəni ikilik və üçlük otaqların birgə sayı bərabərdir neçəyə? 60-a. İndi keçək nəyə? İkilik otaqda nə qədər insan qala bilir? Deməli 2 dənə. Onda x sayda belə otaq varsa, burada 2x qədər insan var. Üçlük otaqda da y saydadır bunların sayı, düzdürmü? Hərəsində də 3 nəfər qaldığına görə cəmi nə qədər qalacaq? 3y. İndi hamısının birgə tutumu bizə otelin ümumi müştəri tutumunu verəcək. Bərabər olacaq neçəyə? 148-ə. Əvvəlcə biz yəni bu ikinci cümləyə keçməmişdən qabaq bu sistemi həll edək. Yuxarı tənliyi vuraq məsələn 3-ə. Nə alınacaq baxaq? 3x üstəgəl 3y bərabərdir 180. Yəni burada gördüyümüz bütün elementləri 3-ə vurduq. Aşağını isə olduğu kimi saxlayaq. Bərabərdir 148. İndi gəlin alınan tənlikləri bir-birindən çıxaq. 3x-dan 2x-i çıxanda qalır geriyə x. 3y 3y aparır. 180-dən 48 çıxdı gedəsə bərabər olurlar neçəyə? 32-yə. İndi gəlin y-i də tapaq. Y nəyə bərabər idi? 32 y-lə daha doğrusu x-in birgə cəmi neçə edirlər? X-la y-in birgə cəmi 60-a. X-in yerinə 32 yazmaqla y-i rahatlıqla tapa bilərik. 60-dan 32 çıxıram. Y-in də qiyməti bərabər olur 28-ə. İndi gələk nəyə? Bu bizdən nəyi soruşur? Deyir ki, 2 nəfərlik otaqların 75% doludur. Üçlük otaqların isə 25% doludur. Boş otaqlarda ən çoxu neçə müştəri yerləşdirmək olar? Otaqların doluluq faizini göstərir. Bizdən isə boş olmalarını soruşur. Deməli nəyə baxaq uşaqlar? 32 dənə 2 nəfərlik otaq var. Hər birində də 2 nəfər yerləşdirmək olur. Bəs bunların neçə faizi doludur? 75%. O bizdən boş olanları soruşur. Əgər 75% doludursa, onda 25% boş imiş. Keçək ikinci tip otaqlara. Y-ə 28 dənə otaq var idi və bunların hərəsində yerləşdirmək olurdu. Yəni üçlük otaqlardan gedir söhbət. 28 dənə otaq var idi, hərəsində 3 nəfər yerləşdirmək olurdu və bunların da
25% doludur. Neçə faizi boşdur? 75% boşdur. Və bunları sadəcə hesablamaq tələb olunur bizdən. Deməli 100 ilə 25, 25-ə ixtisar gedir. Burada 1, burada 4 qalır. 4-ü də 32 vurdu, ixtisar elədi. Qaldı geriyə 8. Və 8-i yanındakı 2-yə vururuq, verir bizə 16. Keçək sağ tərəfə. 100 ilə 75, 25-ə ixtisar gedir. Burada qalır 3, burada qalır 4. 28 də 4-ü apardı. Qaldı burada geriyə 7. 7-ni vurdum 3-ə 21, 21-i də vurdum 3-ə, bərabər oldu 63-ə. İndi bunları toplayaq, qiymət bərabər olacaq neçəyə? 79-a. O da bizdən boş otaqlarda yerləşdirilə bilən müştəri sayını soruşurdu. Cavab 79-a bərabərdir. Deməli, 25-ci sualda deyir ki, şirkət binasının 4-cü mərtəbəsində ancaq mühasib və menecerlərdən ibarət 22 nəfər işləyir. Gəlin uşaqlar, mühasibləri işarə eləyək X ilə, menecerlərdə işarə eləyək Y ilə. Deməli, bunların birgə sayı nəyə bərabərdir? X plus Y bərabərdir 22 nəfərə. Bərabərləşdirdik 22-yə. İndi hər bir mühasibin əmək haqqı 1200 manatdır. Onda X dənə mühasib 1200x manat birgə maaş alırlar. Menecerlərə keçək. Y dənə menecer var idi və hər biri 800 manat alırdı. Onda bunların ümumi aldığı məbləğ də 800 Y-ə bərabərdir. Və bunlar əyləşirdilər 4-cü mərtəbədə. İndi nə deyir bizə? Deyir ki, 4-cü mərtəbədə əyləşən işçilər, yəni mühasiblər və menecerlərin birgə əmək haqqı 21600-ə bərabərdir. Və bizdən soruşur ki, menecerlərin sayını tapın. Yəni Y-in tapılması tələb olunur da. Əvvəlcə gəlin burada hər tərəfi 100-ə ixtisar eləyək ki, daha rahat ədədlər alınsınlar. Deməli 12x üstə gəl 8y bərabər idi 216-ya. Belə bir sistem var idi, düzdürmü? Onda yuxarı misaldakı ədədləri hər birini 8-ə vuraq. Eləyir 8x, 8y, 22-ni də 8-ə vurduqda bərabər olur neçəyə? 176-ya. İndi gəlin təlikləri bir-birindən çıxaq. 8y 8y-lə gedir. 12x-dan 8x çıxırıq, qalır geriyə 4x. 216-da da 176 çıxırıq, qalır bizə 40. İndi 40-ı da 4-ə bölərik, x neçəyə bərabər olardılar? 10-a. O bizdən isə menecerləri soruşmuşdu. Biz bilirik axı, x ilə y-in cəmi, yəni mühasiblərlə menecerlərin cəmi 22-yə bərabərdir. X-in yerinə 10 yazırıq. 22-dən daha sonra 10-u çıxırıq, bərabər olur 12-yə. Bizdən menecerləri soruşmuşdu və menecerlərin ümumi sayı 12-yə bərabər oldu. 27-ci sualda deyir ki, çörəklərin mağazalara çatdırılması üçün 2 növ avtomobildən istifadə edildi. Birincinin tutumu 600-dür, ikincinin tutumu isə 800-dür. Deməli, bunlar ikisi bir yerdə cəmi 9 dəfə gedib gəliblər. Deməli, birincinin gəliş sayını, uşaqlar, birincinin gəliş sayını, gəlib getməsindən gedir də söhbət. X ilə işarə eləyək. İkincinin gəliş sayını isə işarə eləyək Y ilə. İndi gedək nəyə? X-i bir yerdə cəmi 9 dəfə gəliblər. X plus Y bərabərdir 900-ə. Birinci hər dəfə gələndə 600 çörək aparırdı. Deməli, X dəfə gələndə də 600x çörək aparacaq. İkinci isə hər dəfə gələndə 800 çörək aparırdı. Onda Y dəfə gəldiyini nəzərə alsaq, 800y-ə bərabər olacaq. Bu da cəmi neçə çörək daşınıbdı həmin gün? 6200. İndi burada gördüyümüz qoşa sıfırları silək. Yəni, hər tərəfi, belə deyək də, 100-ə ixtisar eləyək. Nə qaldı geriyə? 6x 8y bərabərdir 62. Yuxarıdakı, yəni burada sistem yaranmışdı. Yuxarıdakı təllikdəki elementləri də 6-ya vuraq. Əslində bunları 2-yə yenə ixtisar eləmək olardı, amma problem deyil. Bu formada da davam eləyə bilərik. 6x üstə gəl 6y bərabərdir 54. Sistemin yeni forması belədir. İndi təlikləri bir-birindən çıxaq. 6x-lar gedir. 8y-dən 6y çıxırıq, 2y-ə bərabərdir. 62-dən də 54 çıxırıq, 8-ə bərabər olurlar. 8-i 2-yə bölək, y bərabər oldu 4-ə. Y nəyi göstərirdi? Birinci gün ikinci avtomobilin gəlişinin sayını. Bəs birinci avtomobilin gəliş sayı nəyə bərabər idi? X plus Y 9 idi. Y-in yerinə 4 yazıram. X plus 4 bərabərdir 9-a. X da nəyə bərabərdir? 5-ə. Deməli,
Birinci avtomobil 5 dəfə gəlib gedib, ikinci avtomobil isə 4 dəfə gəlib gedib. İndi gələk nəyə? O bizdən nəyi soruşur? Birinci avtomobil gün ərzində mağazalara neçə çörək çatdırmışdır? Birinci avtomobil neçə dəfə gəlmişdi? 5 dəfə. Hər dəfə gələndə nə qədər çörək aparırdı? 600. 5-i vururuq 600-ə, bərabər olacaq 3000-ə. 29-cu sual gəlin əvvəldən oxuyaq. Deməli, usta 24 metr uzunluqda olan məfdili bərabər hissələrə böldü. Əgər usta həmin məfdili uzunluğu 60 sm daha az olan bərabər hissələrə bölsəydi, alınan hissə sayı 2 vahid artardı. Ustanın əvvəlcə böldüyü hər bir hissənin uzunluğu nə qədərdir? Gəlin əvvəlcə əvəz etmələr aparaq burada. Deməli, işarə eləyək nələrlə. Hissələrin sayını uşaqlar işarə eləyək məsələn burada y-lə. Hissələrin uzunluğunu da işarə eləyək x-la. İndi gedək nəyə? Y dənə hissəni götürdüm və bunların hər birinin uzunluğu x-a bərabərdirsə, yekun uzunluq 24 metrə bərabər idi. İkinci cümlədə isə ölçü vahidi olaraq santimetr istifadə edildiyinə görə metri də santimetrə çevirək. Deməli 24 metrim neçə santimetrdir? 2400. Keçək misalın ikinci şərtinə. İkinci şərti necədir? Deyir ki, usta əgər həmin məfdili uzunluğu normalda nə qədər ölçü ilə kəsmişdi? X santimetr götürmüşdü, düzdürmü? Lap burada yazaq santimetr formasında. X santimetr götürmüşdü. Amma deyir ki, bunu 60 vahid daha qısa kəssəydi, yaranan hissə sayı, yəni y-lər 2 vahid artıq olardı. İndi qalır geriyə burada bunu nəyə bərabərləşdirmək? Parçanın yekun uzunluğu dəyişməmişdi axı, düzdürmü? 24 metr idi, yəni 2400 santimetr idi. Elə 2400 santimetr olaraq da işarə edirik. Keçək nəyə uşaqlar? Aşağı tənliyi vurub açaq. X-i y-ə vururam, x-i müsbət 2-yə vururam, mənfi 60-ı y-ə vururam və mənfi 60-ı 2-yə vururam. Eləyir mənfi 120 bərabərdir 2400. Burada x-y-in qiyməti elə yuxarıda da göstərmişdik. Neçəyə bərabər idi? 2400 idi, düzdürmü? Yazaq yerlərinə. 2400 plus 2x çıx 60y çıx 120 bərabərdir 2400-ə. İndi bu 2400-lər bir-birini islah elədi. Nə qaldığına baxaq. 2x çıx 60y çıx 120 bərabərdir 0. Hər tərəfi 2-yə bölək və x-i tək saxlayaq. 2-yə böldüm. Burada elədi. 2x-i 2-yə böldüm 2. Mənfi 60y-i sağa göndərdik. Elədi 30y. Mənfi 120-ni də sağa göndərmişdik. Müsbət 120. Amma 2-yə ixtisar eləmişdik. Düzdürmü? Baxın, yəni burada gördüyümüz elementləri sağa atmışıq. 60y müsbətləşib, 120 müsbətləşib. Daha sonra da birbaşa 2-yə ixtisar elədik. Deməli, x-in y-lə ifadə olunmuş qiyməti uşaqlar bu formadadır. Sistem həll edəndə nə demişdik uşaqlar? Xətti formada görünən ifadəni, məsəl üçün bu ifadədə dəyişənlərdən birini, yəni x-i y-lə ifadə etdim. İndi nə eləmək lazımdır? Aparıb yuxarı tənlikdə yerinə yazmaq. Y vurulsun. X gördüyümüz yerə nə yazırıq? 30y plus 60 bərabərdir 2400. Vurub açaq. 30y kvadratı üstə gəl 60y çıxılsın 2400 bərabərdir 0. Burada da bütün elementləri 30-a ixtisar eləyə bilərik. Y-in kvadratı üstə gəl 2y, 2400-də 30-a böləndə verəcək bizə mənfi 80. İndi viyyətə görə də kökləri tapa bilərik. Yəni diskrimiната getməyimizə ehtiyac yoxdur. Cəmi mənfi 2, hasili mənfi 80 eləyən ədədlər. Yəni y-in qiymətlərini axtarırıq. Y də burada bərabər ola bilərdi. Deməli, birində bərabər ola bilər. Toplayanda mənfi 2, vuranda mənfi 80. 10-la 8-dir. Mənfi 10, biri də müsbət 8-ə bərabər götürəcəkdik. Sadəcə burada nə hissə sayı, nə hissə uzunluğu, yəni heç biri mənfi ədəd ola bilmədiyinə görə götürə bilmirik. Deməli, hissə sayı nəyə bərabər oldu? Y bərabər oldu 8-ə. Gedək ki, x-y bərabərdir 2400-də. Bunu yerinə yazaq. 2400-ü yazırıq. Deməli, x vurulsun 8 bərabərdir 2400. 2400-də 8-ə bölürük. X bərabər olur 300-ə. Və bu adam da misal bizdən daha doğrusu nəyi soruşmuşdu? Ustanın əvvəlcə böldüyü hər bir hissənin uzunluğu. Qısaca hissələrin uzunluğu. Hissənin uzunluğunu da biz nə ilə işarələmişdik? X-la. X da nəyə bərabər olacaqdı burada? Elə 300 santimetrə.
30-cu sualda uşaqlar deyir ki, 20 nəfərlik turist qrupu var və burada müəyyən sayda kişilər və qadınlar var. Gəl neyniyək? Əvvəlcə əvəz etmələrimizi aparaq. Qadınların sayını işarə eləyək x ilə. Kişilərin sayını da işarə eləyək y ilə. Və bunların birgə sayı neçəyə bərabərdir? 20-yə. X plus y bərabərdir 20. Bu bizim sistemimizin birinci tənliyi olacaq. Keçək nəyə? Qadınların yaşlarının ədədi ortası 24-ə bərabərdir. Biz bilirik ki, ədədi ortanın formulu necə idi uşaqlar? Cəmini sayına bölmək lazım idi, düzdürmü? İndi qadınlarda ortanı verib ki 24, cəmini bilmirəm, sayını da biz işarələmişdik ki x ilə. Onda qadınların cəmi nəyə bərabər olacaqdı? 24x-a. Keçək ki, eyni məntiqlə kişilərə də. Kişilərdə nə formada veriblər? Kişilərin ədədi ortası, yaşlarının ədədi ortası daha doğrusu 29-a bərabərdir. Cəmi bilmirəm nə qədərdir? Sayılarını da y ilə işarələmişəm. Onda bunların da cəmi neçəyə bərabərdir? 29y-ə. Gedək indi nəyə? Yeni bir ədədi orta verilməsini istəyir bizdən. Buna da deyir, bütün turistlərin yaşlarının ədədi ortası. Neçəyə bərabərləşdiribdir? 26-ya. 26 ədədi orta formuluna görə kişilər cəmi üstə gəl bax, kişilərin cəmi üstə gəl, qadınların cəmi, aşağıda isə sayılarının cəmi, sayıları birgə sayılarının cəmi nəzərdə tuturdu. Yerinə yazaq. 26 bərabərdir. Kişilərin cəmi neçə çıxmışdı? 29y. Qadınların cəmi neçə çıxmışdı? 24x. Sayılarına gərək sayılarının cəmində x plus y ilə işarə eləyirdik. X plus y-i də bayaq yuxarıda neçəyə bərabərləşdirmişdik? 20-yə. 20 burada, 24x burada, 29y burada bərabərdir neçəyə? 26-ya. İndi bunu düzəldək bu ifadəni. 24x üstə gəl 29y. 26-nı da 20-yə çarpaz vuranda bərabər olur 520-yə. İndi sistemin o biri tənliyini yanında yazaq. X plus y də bərabərdir 20-yə. Bunları birləşdirdik, sistem yarandı. Yuxarıda 24x-dir, aşağıda isə normal x-dir. Ona gəlin aşağıdakı tənliyi 24-ə vuraq və həllini buradan yazaq. Yuxarıdakı ifadəni olduğu kimi saxlayıram. 29y bərabərdir 520. Aşağıdakı ifadəni bütün elementlərini isə 24-ə vururam. 24y və 24-ü də 20-yə vuranda eləyir 480. İndi tənliklər bir-birlərindən çıxaq. 24x-lar getdi. 5y bərabərdir 520-dən deməli 480-ə çıxdım 40-a. Y də bərabər oldular nəyə? 8-ə. Biz y-i kişilərin sayı ilə işarələmişdik. Amma misal bizdən qadınların sayını soruşur. Yəni x-i soruşur. Əvvəldə də qeyd etdiyimiz kimi x plus y neçəyə bərabər idi? 20-yə. Y-i neçə tapmışıq? 8. 20-dən də 8 çıxarıq 12. Deməli qrupda nə qədər qadın var imiş? 12 dənə qadın var imiş. 31-ci sualda uşaqlar nə verilib? Deməli, ailənin ümumi büdcəsi bu formada cədvəllə göstərilibdir. Nə deyir bizə? Ananın maaşı yol xərclərinin 3 mislindən 295 manat çoxdur. Misalı burada qırırıq. Deməli, ananın maaşı nəyə bərabərdir? X-a. Yol xərcləri nəyə bərabərdir? Y-ə. Y-in 3 mislindən 295 manat çoxdur. Bu bizə sistemin ikinci tənliyində lazım olacaq. Keçək ikinci hissəyə. Evin ümumi büdcəsi. Evin ümumi büdcəsi dedikdə ata ilə ananın birgə maaşı nəzərdə tutulur. Yəni 2200 plus x. Nəyə bərabərdir bu? Evin ümumi büdcəsi xərclərdən 270 manat çoxdur. Xərclər dedikdə bu hissəni nəzərdə tutur. 85 plus y plus 1000 plus 1267 plus 523 və bunları qeyd elədik. Bunlardan nə qədər çoxdur? 270 manat çoxdur. İndi nə etmək lazım uşaqlar? X gördüyümüz yerə x-i yuxarıda y-nə ifadə etmişdik, düzdürmü? O hissəni yazmaq lazımdır. 2200 plus x yerinə yazıram. 3y üstə gəl 295. Burada da bu tərəfi də səliqəyə salaq. Deməli, y üstə gəlsin. 1267 ilə 523 eləyir 1900, daha doğrusu 1800. 1800 ilə 1000-i toplayanda elədi 2800. Bunun da üstünə 85 gələndə 2885 və sağ tərəfdə də 270 manat var idi. İndi y-lər bir tərəfə yığılır, ədədlər də bir tərəfə yığılır. Bunları da deməli səliqəyə saldıqda, yəni 2885-dən 270-i toplayaq. Daha sonra bu verilən ədədləri də bu tərəfə çıxma kimi göndərək. Yəni 2200-ü və 295-i bu hissəyə çıxma şəklində göndərdikdə
alınır deməli bunları hesabladıqda alınacaqdı bizdə 650. 3y-dən 2y, 1y çıxanda daha doğrusu 2y eləyir 650-yə bərabərdir. 650-ni də 2-yə bölürəm, verir mənə 325. İndi bu bizdən nəyi soruşmuşdu? Ananın maaşını tapın. Ananın maaşını x ilə işarələmişdik. Onda 3 vurulsun 325, üstə gəlsin 295-ə bərabərdir. Bunu da hesabladıqda alırıq ki, ananın maaşı 1270 manat eləyib. 32-ci sualda deməli nə deyibdi? Məktəbin zalında skamyalar quraşdırılıb. Əgər hər skamyada 4 şagird otursa, bunların otura bilməsi üçün 6 skamya çatmayacaq. Gəlin burada əvvəlcə nəyi nəzərdə tutduğuna baxaq. Əgər bu misalda ümumiyyətlə dəyişməyən nədir? Şagirdlərin sayı, yəni uşaqlar istəyirlər ayaq üstə qalsınlar, istəyirlər yəni skamya çatdı və yaxud da ki çatmadı. Dəyişməyən şey nədir? Şagird sayı. Əgər bunlar 4-4 otursalar, 4 vurulsun, skamya sayına gələk. 6 skamya çatmayacaq. Burada biz nə götürürdük? Uşaqları 4-dür, düzdürmü? 4-4 otururdular. Skamyalardan 6-sı çatmayacaq. 6 dənəsi də olsaydı və 4-4 otursaydılar, bunlar ora tam yerləşəcəklər və bu qiymət bizə nəyi verəcəkdi? Şagirdin sayını. Keçək ikinci cümləyə. Əgər hər skamyada 5-5 otursalar, yəni 5 dənə şagird olsa və skamyalardan da indi nə deyirdi? 4 dənə skamya boş qalacaq. Bu nə deməkdir? Yəni 4 dənə skamyaya əslində ehtiyac yoxdur. Yəni mövzu olaraq bu sistem təniklər mövzusunda verilib. Sadəcə həlli xətti təniklərdən daha rahatdır. Vurub açırıq. 4x plus 24 bərabərdir 5x minus 20-yə. X-ları yığaq sağa. Müsbət 4x atırıq bu tərəfə mənfi 4x kimi. 24 yerində qalıb. Mənfi 20-ni də bu tərəfə göndəririk müsbət 20 kimi. 5x-dan 4x-i çıxdıq verdi 1x. 24 üstə gələsində 20 verdi bizə necə? 44. X-la biz nəyi işarələmişdik? Skamyaların sayını X-la işarələmişdik, düzdürmü? İndi o bizdən nəyi nəzərdə tutur? Zalda neçə dənə skamya quraşdırılıbdı? Skamyaların sayını biz X-la işarələmişdik axı. Deməli, zalda quraşdırılan skamya sayı ilə 44-ün özünə bərabərdir. 33-cü sualda uşaqlar deyir ki, turistlərin daşınması nəzərdə tutulmuşdu və turist sayını 150-yə bərabərləşdirildi. Bunun üçün hər birində eyni sayda yer olan bir neçə avtobus ayrıldı. Biz bilirik ki, uşaqlar 150 turist daşımaq lazımdırsa, onda burada müəyyən sayda avtobus istifadə olunacaq və bu avtobusların sayını bilmirik. Ona görə də işarə edirik X-la. Və hər birinin tutumunu, yəni hər avtobusun nə qədər yer olduğunu da işarə eləyək Y-lə. Deməli, X sayda avtobus gəlir və hər biri Y sayda turisti daşıyır və bu da bərabər olur neçəyə? 150-yə. İndi nə elədilər uşaqlar? Baxıb görürlər ki, bunlar plan üzrə 150 yer ayırmışdılar, düzdürmü? Amma 18 dənə turist çox gəlibdi. Yəni 18 150-nin üzərinə gəlinir. Bərabər olur 158-ə. Görək ki, avtobuslarda və yer sayında necə dəyişiklik var. Tutum dedikdə əslində bir avtobusda əyləşən turist sayını nəzərdə tutur. Yəni Y dedikdə biz hər avtobusda olan turist sayını nəzərdə tuturuq. Yəni onun ümumi tutumundan getmir də. Hərəsində nə qədər əyləşəcək ki, onu nəzərdə tutmuşduq. İndi görək nə elibdi? 118 turist çox gəlmişdi. Yəni 168 turistə çıxmışdı daşınmalı olan turist sayı. Nə ediblər? Bir ədəd eyni avtobus əlavə edildi. Yəni avtobusun bayaq sayı X idi. İndi artıq avtobusun bir vahiddə artırıldı. Bəs oturacaqlarda nə kimi dəyişiklik var? Hər avtobusa əvvəl nəzərdə tutulduğundan 2 turist az mindi. Əvvəl nə qədər adam otururdu hərəsində? Y qədər. İndi isə bundan 2-cə vahid aşağıdır və bu kəmiyyətlərin hasili nəzərdə tutulur. İndi gəlin aşağını vurub açaq. X-i Y-a vururuq, XY. X-i mənfi 2-yə vururuq, mənfi 2x. Biri Y-ə vururuq, Y. Biri mənfi 2-yə vururuq, eləyir mənfi 2. Bərabərdir nəyə? 168. İndi bunu daha səliqəli bir vəziyyətə gətirək. Deməli, müsbət Y birinci yazıram. Sonra ardınca yazırıq çıxılsın 2x. Mənfi 2-ni keçirdirik o tərəfə. 168-in yanına müsbət 2 şəklində. Bir də XY-in qiymətini misal bayaq bizə neçə vermişdi? 150. Bu da müsbət 150 idi, düzdürmü? Bu müsbət 150-ni də atırıq bu tərəfə mənfi şəklində. Deməli 168-in üstünə 2 gəldirəm eləyir 170. 170-dən də 150-sini çıxardanda y çıx
Deməli, buranı ayıraq qarışmasın. Y çıx 2x 168 üstə gəl 2 170. 170-dən də 150-sini çıxanda nə qalmışdı geriyə? 20-yə bərabər idi. Və burada y-i x-la əvəz eləmək lazımdır. Mənfi 2x-i göndərək bu tərəfə. Y bərabər olur 2x üstə gəlsin 20-yə. Baxın, bu y-i x-da ifadə etmişik. Bu əvəz etməni sistemin birinci tənliyində yerinə yazmaq lazımdır. X vurulsun. Y gördüyümüz yer artıq nə yazacaq? 2x plus 20 bərabərdir neçəyə? 150-yə. İndi bunları vurub açaq. Görək nəyə bərabər olacaqlar. X-i 2x-a vururam, eləyir 2x-in kvadratı. 20-ni x-a vururam, eləyir müsbət 20x və kvadrat tənlik yarandığını görürük. Ona görə sağda duran ədədi göndəririk sola. Çünki kvadrat tənliyin sağında mütləq 0 durmalı idi. Və bunların hər biri cüt ədəddir deyə 2-yə bölə bilərik. X kvadratı üstə gəlinsin 10x çıxılsın neçə? 75 bərabərdir 0. İndi V-yə görə köklərini tapaq. Deməli, cəmi -10. Hasili də -75 eləyən ədədlər. Yəni, əgər bu formada tapmaq çətin gəlirsə, diskriminanta da gedə bilərsiniz. Yox, əgər ümumiyyətlə hesablamaq daha asandırsın, təbii ki, bu yolu istifadə edə bilərsiniz. Deməli, toplayanda -10, vuranda -75 eləyən ədədlər axtarırıq. Bu ədədlər deməli, biri olacaq -15, digəri də bərabər olacaq 5-ə. Biz sadəcə olaraq bilirik ki, avtobus sayı və yaxud da ki, oradakı oturacaq sayı heç vaxt mənfi ola bilməz. Onda x-in qiymətini nəyə bərabər götürürük? 5-ə. X bərabər oldu 5-ə. İndi baxaq görək nəyi soruşur o bizdən? Turistlərin daşınması üçün əvvəl neçə avtobus nəzərdə tutulmuşdu? Əvvəl nəzərdə tutulan avtobus sayını biz elə x-də işarələmişdik də, düzdürmü? X bərabər olacaq deməli 5-ə.